İnsanlar Allaha bəndəçilik üçün yaranıb. Ağıl da bunu qəbul edir ki, insan Allaha təslim olmalıdır. Amma bu təslimiyyət hansı formada yerinə yetirilməlidir? İnsan özü istədiyi kimi Allaha pərəstiş etməlidir, yoxsa Allah deyən kimi. İnsan bilir ki, Allahın ondan gözləntiləri var. Bu gözləntilər həmən olur şəriət hökmləri. Şəriət hökmləri insanın bu məqsədə çatması üçün ilahi bir lütfdür. Yəni, insan şəriətə əməl edərək aram ola bilər ki, bəli, mən Allahın buyurduqlarını yerinə yetirmişəm və bu əməllərlə Allaha yaxınlaşıram. İndi ağıl bunu dərk edir, bilir ki, Allahın göstərişləri var və bu göstərişlərə əməl edərək Allaha çatmalıdır. Bu göstərişləri hardan ələ gətirsin? Dedik ki, insanın özünə vəhy gəlmir. İnsan özü istədiyi kimi edə bilməz, bunları yerinə yetirsin. Belə olan halda, bir halda ki, ağıl bunu təsdiqləyir ki, Allaha pərəstiş etmək lazımdır və bu pərəstişlə insan Allaha yaxınlaşa bilər. Allaha vacibdir, yəni Allah tərəfindən vacibdir ki, insanlara öz tapşırıqlarını, öz təlimlərini göndərsin. Və bu tapşırıq və bu təlimlər heç şübhəsiz peyğəmbərlər vasitəsilə baş verir. Yəni, peyğəmbər gəlir deyir ki, insanlar siz bu formada Allaha ibadət etməlisiniz, Allaha bu formada yaxınlaşmaq lazımdır və vacibdir.